izləyicilərim, artıq bugün üzv birləşməsi qeydiq əlaqə mövzusuna son deyirik, yəni son hissəsini çəkirik. Burada ətraflı yazı cavab tələb olunan tapşırıqları sizə izah edəcəm. Burada 20 sual var, tamamını videoda yerləşdirəcəm. Bu mövzunun əvvəlki testləri 4 video şəklində kanalında var. Girərək izləyə bilərsiniz. Mütləq izlədikdən sonra fikirlərinizi bölüşməyi, bəyənməyi və abunə olmağı unutmayın. Bunlar mənim üçün çox dəyərlidir. Başlayaq birinci sualın izahına. Burada bizə verilib propin. Propin maddəsini yazsaq, alkinimiz də bilirsiniz ki, bu şəkildə qeyd edək. Yazdıq propinimizi. Üzərinə su gəldikdə, baxın bu artıq asetilen olmadığı üçün, yəni asetilində bilirsiniz ki, sadəcə aldehid alınır, yəni astaldehid alınır. Digər nümayəndələrdə alsaq, bütün digər nümayəndələrdə keton alınacaq. Ona görə burada yazsaq maddəmizi. Bu şəkildə asetonumuz alınır burada. Keton alındı. Üzərinə də hidrogen gələndə burada deməli alınır propanol 2 keçici spirtə. İkili spirtə. X maddəsinin beynəlxalq nomenklaturaya əsasən adını yazın. Maddəmizin adını beynəlxalq nomenklatura ilə yazsaq propanon. Və burada soruşur Y maddəsinin nisbi molekul kütləsini hesablayın. Bu da MR-ni hesablasaq. Bir yerə yazıb daha rahat tapa bilər ki, MR C3 spirt olduğu üçün elə bil ki, alkanın yanına C3H8-in yanına bir dənə oksigen qoyursunuz. Belə fikirləşirsiniz bir atomlu spirtlər üçün. C3H8 o da nəyə bərabərdir? 3 vur 12, üstə gəl 8, üstə gəl 16. Bunu da hesablasaq, deməli, edəcək 60. Belə, baxaq ikinci suala. Burada verilib deməli metan. Metan 1500 dərəcədə parçalandıqda verir asetilin. Asetilin üzərinə su gəldikdə alınır astaldehid. Burada nədir? X-in molekulunda hibrid orbitalların sayını əvvəlcə tapaq. X-imiz asetilində. Asetilində 2 karbon, ikisi də sp-dir. 2 sp də nə deməkdir? 2 üstə 2 neymiş? 2 vur 2. O da bərabər 4-ə. Yəni 4 burada hibrid orbital var. Birincinin cavabı bu. Y-in molekulunda isə sp3s örtülmə hesabına yaranan rabitələrin sayı. sp3s nə deməkdir? Yəni hidrogenlərin sayını. sp3s hesabına yaranan rabitələrin sayını indi qoyun açıqda yazım ki, birdən yanlışlıq olmasın. Baxın, bu karbon sp3-dədir. Bu karbon isə 2 qat rabitə var deyə burada sp2-dədir. Ona görə sp3s burada neçə dənə olur? 3 dənə. Lap rahat açıq yazsaq ki, bu nə deməkdir? Hidrogenləri bu şəkildə qoysanız, baxın. sp3 bu karbondur, s də bu hidrogenlərdir. sp3s'lər neçə oldu? 3. Sayı oldu 3. 2-yə də qoyacaqsınız 3 cavabını. sp2s desəydi bir dənə bunu götürəcəktiniz. Deməli, burada da bunu qeyd etdik. Sonra keçək növbəti 3-cü suala. Burada görək nə verilir. Burada virus reaksiyasıdır. Yenə üzərinə natrium gəlmişik. Sonra çevir Y. İndi maddəni mən açıq şəkildə yazacağım. Bu maddəmiz CH3, 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 CH2 xlordur. Bu maddə sonra virus reaksiyası nəticəsində yazsaq maddəmizi çevrilir, deməli, butana. X oldu butan. Sonra cracking, bölünmə nəticəsində çevriləcək, deməli, 1S2H6-ya, bir də, deməli, bu maddəmiz nə idi? C4H10-dur, düzdürmü? C2H6-ya olanda burada C2H4 düşür. Yəni bir tərəfi bölünür alkana, CH3, CH3-ə. Bir tərəf isə alken olur. Çünki C2H4 qalır burada, düzdürmü? Bir tərəfdə alken olur. İndi bizə burada nə deyir? X molekulunda metil qrupları, X molekulunda metil qrupları. Metil hansı idi? CH3. Metilen isə CH2. CH3-lər nə qədərdir? 2. Metil qruplarının sayı 2-dir. Y molekulunda isə hibrid orbitalların sayını tapın. Y-dəki burada deməli etilendi. Etilendə də 2sp2 var. 2sp2 də nə deməkdir? 2 vur 3 deməkdir. Bu da 6 olur. Deməli 1-ə qoyursunuz 2 cavabını, digər 2-yə qoyursunuz 6 cavabını. Sonra 4-cü suala baxsaq, deməli X molekulunda qeyri-polyar kovalent rabitələrin sayı. Sayını hesablayın. Əvvəlcə bu maddəyə baxırıq. Bu maddə nədir? Asetondur. Başqa bir adıyla propanondur. Üzərinə su gəldi, propanona çevirir. Deməli, bu bayaq yazmışdıq. Propindir. Propin maddəsidir. Yaxşı olar ki, belə yazaq. Bu deməli propindir ki, üstünə su gəldi, asetona çevrilib.
Sonra üzərinə hidrogen gələndə bu da çevriləcək. Deməli propanol 2-yə. Yəni bayaqkı testin demək olar ki, eynisidir. Yəni birinci test saytmışdı onun. Burada deyir X-in molekulunda qeyri-polyar kovalent rabitələrin sayını tapın. Qeyri-polyar nə deməkdir? Yəni eyni qeyri-metal, yəni karbonlar arasındakı rabitələrin sayını tapın. Baxsaq 3, 4. 4 rabitə var. Yəni sigma pi demədiyi üçün sigmalı pili bir yerdə 4 rabitə var. Y birləşməsinin siniflər arası izomerinin kimyəvi formulunu yazın. Y birləşməmiz spirtdir. Spirtin siniflər arası izomeri sadə efirdir. Yəni maddəni yazsaq indi sadə efir şəklində. Deməli bir dəqiqə bura hidrogen qoymağı unutmuşam. İndi qeyd etdim. Deməli maddəni sadə efir şəklində yazsaq, belə yaza bilərik. Bir tərəfə metil qoyun, bir tərəfə oksigen körpüsü, bir tərəfə də etil. Bu şəkildə yaza bilərsiniz. Başqa da eyni olacaq yəni. Bunun izomeri oldu metil, etil, sadə efiri. Belə, baxaq indi 5-ci suala. 5-ci sualda da deməli glikozadır. Glikoza qıcqırma nəticəsində karbon qazı alınıbsa təkcə bu deməli etil spirtidir. Etil spirtinin üzərinə mis-2 oksid gəldikdə oksidləşərək çevrilir deməli astaldehitə. Astaldehitdə gümüş qüzgü reaksiyasına keçəndə çevrilir deməli turşuya, qarışqa turşusuna və gümüş alınır. İndi burada deyir ki, X və Z-in qarışqı təsirindən alınan maddə molekulunda atomlar ümumi sayını və Y molekulunda karbon-oksigen nisbətini tapın. Aha, X və Z. X-imiz nədir? Spirt, bu isə turşu. Aha, spirtlə turşu qarşılıqlı təsirdə olduqda nə əmələ gətirir? İndi yazaq burada. Bu turşumuz, üzərinə spirt gəldik. Deməli, mürəkkəb efir əmələ gətirəcək. Sirkə turşusunun, deməli, etil efirini əmələ gətirəcək. Aha, burada deyir, alınan maddə molekulu atomlarının sayı. Atomların sayını burada sizə bir-bir də hesablaya bilərsiniz və ya sadə efirdə turşu ilə eyni formula, kimya formula tabi olur. Deməli, bir yerə yazsaq 4 karbon olsa C4, H8, O2 şəklində yaza bilərsiniz qısa şəkildə. Aha, burada da atomların sayı 4, 8, 12, 2, 14. Birinci oldu 14. Birinci testin cavabı 14. Y molekulunda karbon-oksigen nisbətini tapın. Y-imiz deməli budur. Astaldehitdir. Burada karbon-oksigen kütlə nisbətini tapın. 2 karbon varsa 2 karbon kütləsi neçədir? 24. Deməli oksigenlə 1 olduğu üçün 16. 24-ün 16 nisbəti. Buna kiçik ədədlər şəklində yazsaq, hər birinə neçəyə bölsək? 8-ə bölsək 3-ün 2-yə nisbəti olur. Belə. Burada cavab bu şəkildə olur. Keçirik 6-cı suala. 6-cı suala baxırıq. 6-cı sualda deməli verilib bizə metil xlorid, üzərinə natrium gəlsək, Würst reaksiyası üzrə nə əmələ gələcək? Deməli C2H6, yəni etan, üzərinə 4 mol xlor gəlsək, 4 mol xlor qazı gəlsək, deməli 4 hidrogen xlorla əvəzlənəcək. Burada ancaq C2, deməli H2, xlor 4 və 4 mol H xlor bu şəkildə alınır. İndi deyir ki, reaksiya tənliklərini yazın, əmsallaşdırın. Onda reaksiya tənliklərini əvvəlcə yazaq. Aşağıdan açıq şəkildə üzərinə 2 mol natrium gələndə alınır deməli C2H6, bura temperatur qoyaq. Üstə gəlsə 2 mol natrium xlorid. Sonra aşağıda yazsaq, digər reaksiyanı, bu birinci reaksiyadır. Digər reaksiyanı yazsaq, C2H6 üstə gəlsin 4 mol xlor qazı alınır. C2H2 xlor 4, üstə gəlsin 4 mol H xlor. Aha, bu şəkildə. İndi nə deyir? 0,5 mol xlor metandan alınan Y-in kütləsini hesablayın. Deməli, xlor metan. Xlor metan bu birinci maddəmizdir. Ondan alınan Y-in kütləsidir. Hesablayın. Birbaşa da yaza bilərik və ya 2 qoyub da yaza bilərsiniz. Mollarla getsək daha rahat gedə bilərik. Yəni bunun müxtəlif yolları var. Ya istəsəz 2 reaksiyanı ayrı-ayrı tapa bilərsiniz. Məsələn, xlor metandan məsələn etan tapıb, sonra etandan deməli Y maddəsini tapa bilərsiniz. Və ya mən nə şəkildə edəcəm? Baxın, bunu karbonların sayını eyniləşdirəcəm. CH3 xlor deyilmi? Burada yazacağım C2H2 xlor 4. Düzdürmü? İndi bura 2 qoyacağım sadəcə, bitdi. Bu şəkildə, qısa şəkildə hesablayacağım. Kütlə istəyi üçün əvvəlcə mən molla kütlə şəklində gedəcəm, rahat olsun. 2 moldan nə qədər alırdıq?
Deməli, Y-imizin kütləsini hesablasaq. Deməli, 2 moldan 168 alırdıq. Onda 0,5 moldan nə qədər alarıq? Deməli, alarıq 42. Bu şəkildə hesabladıq. Deməli, növbəti keçək indi 7-ci suala. Deməli, propen verilib üzərinə su. Aha, propenimizi qeyd edək. Burada da reaksiya tənliklərini yazın dediyi üçün elə birbaşa aşağıdan reaksiya tənliyini əvvəlcə yazacağım. Propenimizi qeyd eləyək. Üzərinə su gəldik. Nə alınacaq? Deməli, burada spirt. Markovnikov qaydası ilə birləşdirsək, bura gələcək. Propanol 2 aldıq burada. Daha sonra deməli, üzərinə mis-2 oksid gəlsək bu maddənin, onda bu hissədə yazsaq. Ya da mən bu reaksiyanı yazdıq. İndi aşağı hissədən digərində yazsaq. Üzərinə su. Üzərinə su neymiş? Mis-2 oksid gəlsək. Burada deməli alınacaq. Deməli, ikili spirt olduğu üçün aldehid yox, keton alınır. Aseton alınır, mis və su. İndi bizdən nə istəyir? Y nisbi molekul kütləsini hesablayın deyir. Y-imizdə hansı maddədir? Asetonumuz. Asetonun da kütləsini hesablasaq, deməli, eləyəcək burada 58. Belə. Keçir növbəti 8-ci suala. 8-ci suala baxsaq, bu hissəni silək. 8-ci sualımız, deməli, asetlerin üzərinə su gəlib. Burada alınacaq astaldehid. Sonra astaldehidin də üzərinə gəlsək hidrogen qazını. Nə alınacaq deməli? Alınacaq burada deməli spirt. Etil spirti. Aha. X-in molekulundadır polyar kovalent rabitələrin sayını müəyyən edin. X-in molekulunda polyar kovalent, yəni müxtəlif qeyri-metallar arasında olan rabitələr müəyyən edin. Mən də bunu açıq şəkildə yazacağım. Karbon hidrogen arasında burada 3 rabitə. Deməli, biri bu 4, ikisi də burada 6. 6 rabitə var. Bunu müəyyən etdik. Sonra deyir ki, Y-in siflərarası izomerin adını yazın. Y-imiz deməli etil spirtidir. Onun siflərarası izomeri də sadə efirdir. Deməli, dimetil efiridir. Bu şəkildə yazdıq. Olur, dimetil efiri. Maddə olaraq da yazaq, dimetil efiri. Sonra keçək növbəti 9-cu suala. Burada görək nə deyir bizə? Reaksiyalardır. Verilib deməli, burada fenol. Fenolun üzərinə sink gəldikdə nə alınacaq? Deməli, alınır sink oksid və benzol. Burada alınır deməli benzol. Sonra etil xloridin üzərinə kalium hidroksid suda məhlulu gələndə burada artıq spirt alınır. C2H5OH etil spirti. Sonra butan oksidləşəndə burada deməli alınır deməli sirkə turşusu və su. Artıq maddəni burada yazdım. İndi nə deyir? X-in maddəsinin adını yazın. Dedik bu benzoldur. Bunu qeyd etdik. Y maddəsinin formulunu yazın. Yazdıq etil spirtini. Sonra Z maddəsinin eyni sayda karbon atomu olan doymuş bir atomlu spirtlə əmələ gətirdiyi mürəkkəb efirin adı. Deməli, sirkə turşusudur. Sirkə turşusu da eyni karbon sayda olan spirt hansıdır? Etil spirtinin əmələ gətirdiyi efir bu olur. Efirin də adı olur. Deməli, etil asetat və ya işte sirkə turşusunun etil efiri də deyə bilərsiniz. Amma səmərəli üsulu adını dediyi üçün etil asetat olacaq. Qeyd edək bura. Etil asetat. Növbəti keçək 10-cu suala. 10-cu sualımızda bizə verilib yenə asetlin 3 mol. Artıq bunu əzbərləmişik ki, bu benzolumuzdur. Aktiv karbonla gördüyü də benzol. Benzolun üzərinə xlor qaz gəldi və işıq gördünüzsə, burada deməli nə baş verəcək? Bütün xlorları özünə birləşdirəcək. Bu şəkildə C6, H6, xlor 6 əmələ gəlir. Heksaxlor, disikloheksan əmələ gətirir. Aha, bizdən nə istədir? X maddəsinin molekulunda polyar kovalent rabitələrin sayını yazın. Benzolumuzu açıq şəkildə yazsaq, bu bizim benzolumuzdur. Benzolda da bilirsiniz ki, bu hissələr CH-dır, CH. İndi deyir ki, polyar kovalent. Polyar kovalent nə deməkdir? Müxtəlif qeyri-metal atomlar arasında rabitələr. Yəni hidrogen sayı qısacası karbon H rabitəsi, o da 6-dır.
Birinciyə qeyd edək burada 6-nı. Bunu fərqli ilə yazdım ki, artıq çox vaxt qarışır. Buna yazdıq 6. Sonra ikinci reaksiyanın tənliyini yazın və əmsallaşdırın. İkinci reaksiyanın tənliyini burada mən demək olar ki, yazmış kimi oldum. Əmsallaşdırsam, sadəcə bura 3 qoyacaqsınız. Qalan heç bir şey. Bu şəkildə əmsallaşdı. Sonra deyir ki, 4 mol xlorun artıq miqdarı X ilə reaksiyasından alınan Y maddəsinin kütləsini hesablayın. İndi baxın, bu reaksiya əsasında aşağıda da yazdım ki, orada indi qarışa bilərsin. Beyniviz C6H6 xlor 6. Çünki müəllimlərə hər şey asan görsənir. Bəzən şagirdlər və ya digər izləyən şəxslərdə çaşqınlıq yarana bilər. Demək 4 mol xlorun. Normalda 3 mol xlorun X reaksiyasında nə qədər Y maddəsi alınır? Kütlə olaraq istəyir. Maddənin kütləsini hesablayaq. Deməli, maddənin kütləsi 291 qram eləyir. 3 mola 291-dirsə, 4 mola da hesablasaq, buradan alınacaq deməli 388. Belə, 3-ün də cavabı bu. Keçək növbəti 11-ci suala. 11-ci sualda əvvəlcə bu hissələri mən silim ən yaxşısı. Sonra, 12 mol metandan 0,8 mol benzol alınmışdır. Birinci reaksiyanın çıxımı 50% olarsa, reaksiyadan ayrılan hidrogenin mol miqdarını və praktik çıxma hesablayın. Deyir ki, 12 mol metandan 0,8 mol benzol almış. Deməli, 12 molda sonda nə qədər olub? 0,8. Bunu qeyd etdik. Amma reaksiyanın çıxımı 50%. Deməli, birinci reaksiyada aldığınız cavab nədirsə 12 moldan. Onun yarısı gedəcək itkiyə. Deməli, reaksiyadan ayrılan hidrogenin mol miqdarını. Əvvəlcə mən reaksiyaları yazacağım aşağı hissədən. Metan. Deməli, burada asetilin alınanda bura 2 mol qoyaq. Deməli, burada 8 hidrogen varsa, ikisi asetilindədirsə, deməli 6 düşməlidir. Burada 3 mol deməli hidrogen qazı ayrılır. Bunu bu şəkildə bildik. Sonra götürülüb 12 mol metan, düzdürmü? Mən normalda 2 mol metandan deməli 1 mol asetilin və 3 mol hidrogen qazı alıram. Düzdürmü? 12 moldan alacağım. Deməli 6 dəfə daha çox 6 mol asetilin, 18 molda hidrogen qazı. Düzdürmü? Amma deyir birinci reaksiyanın çıxımı 50%-dir. 50%-dirsə, deməli mən məsələn 6 mol almışamsa, 6 mol 100% çıxımla almışdım. 50%-sə onun yarısı əlimdə qalacaq. Yəni 3 mol. Yəni çıxım olduğu üçün burada nəticədə 3 mol asetilin qalır əlimizdə. 18-in yarısı 9 molda hidrogen qazı qalmış olur. Belə. Burada nəyə soruşdu? Hidrogen soruşduğu üçün hidrogen burada 9 mol qalmış olur. Bunu qeyd edək. Birinciyə yazırsınız 9. Sonra deyir ki, ikinci reaksiyanın praktiki çıxımını hesablayın. Deməli, biz normalda nə gördük? Bunu buradan silirəm indi. Normalda gördük ki, asetilin bu digər reaksiyanın C6H6-dırsa, deməli 3 mol asetilin götürdük. Düzdürmü? Normalda 3 mol asetilindən deməli biz nə qədər benzol almalıyıq? 1 mol. Elə əlimizdə 3 mol asetilin var. 3 mol asetilindən mən normalda 1 mol benzol almalıyam. Amma mən almışam 0,8 mol. Mən deyirəm ki, 1 molu mən %100 çıxımla, yəni 100% dəqiq hesablayaraq 1 mol almalıyım. Bu 100%-dir. Amma nə qədər alınıb? 0,8 mol alınıb. Onda çıxım nə qədər olub? Bunu hesablasaq, deməli eləyəcək burada cavab 80. Deməli, ikinci reaksiya 80% çıxımla getmir. Yəni 1 molu almışsınız 100% çıxımla. Onun 20%-i itkiyə getdi. Əlinizdə 80% qalacaq və nəticədə 0,8 mol ona görə alınıb. Belə. İkincidə cavab olur 80. Keçirəm növbəti 12-ci suala. 12-ci sualda deməli var əlimizdə etil spirti. Etil spirtin üzərinə mis-2 oksid gəldikdə deməli alınır burada astaldehid. Astaldehidin üzərinə mis-2 hidroksid gəldikdə burada da alınır sirkə turşusu, mis-1 oksid və su. İndi deyir ki, X-in molekulunda polyar kovalent rabitələrin sayı. X-in molekulu da bildik ki, bu astaldehiddir. Polyar kovalent rabitələr də deyəndə açıq şəkildə göstərsək, deməli nə olacaq? Hidrogen sayı, yəni 4, bir də oksigen 2, 6. Yəni burada qısacası hidrogen sayından karbon-oksigen arasındakı rabitəni sigma pi 2 gəlsəz üzərinə tapmış olursunuz. Bu eləyəcək 6. Qeyd edək 6-nı bura. Sonra nə deyir? Y molekulda karbon atomunun hibrid orbitallarının sayını hesablayın. Karbon atomunun deyilən oksigeni qatmadan karbonu sirkə turşusunu açıq şəkildə yazsaq,
Karbonun biri sp3-dədir. Oksigenlə birləşən karbon isə sp2-dədir. sp3, sp2, sp3-də 4 hibrid, sp2-də 3 hibrid. Toplam 7 hibrid orbital olmuş olur. Belə baxanda, yəni bu suallar çox rahatdır mənə görə. Yəni artıq kimyanın axırına gəlmişsə, bunları %100 bilməlisiniz. Bilmirsinizsə də öyrənərsiniz. Burada da sizə belə deyim, biraz ruh düşkünlüyü yaratmayaq. Keçək 13-cü suala. Aha, 13-cü suala baxsaq, 13-cü sualda deməli etil spirti 425 dərəcə. Bunu artıq görən ki, bilirsiniz ki, maddə butadiendir. Butadien 1,3-dür. Aşağıdan qeyd edirəm maddəmizi, çünki rabitələr soruşmaq istəyir. Açıq şəkildə yazdım. Polimerləşmə deyir. Polimerləşmədə nə olacaq? 2 qat rabitəni keçirirsiniz ortaya. Bu hissələrdən qollar çıxardırıq. Bu da alındı maddəmiz. Butadien kauçuku. Bilirsiniz ki, alkadienlərin polimerləşmə məhsullarına kauçuk deyilir. Deməli, burada elementar halqasında hibrid orbitalların sayını hesablayın. Aha, əvvəlcə X moleküldə polyar kovalent. Yenə polyar kovalent dediyi üçün nə götürürük? Karbon H rabitəsini götürəcəksiniz. Burada hidrogen sayına bərabər olacaq. C4H6 isə deməli 6 nə oldu? Polyar rabitə olmuş oldu. Polyar kovalent rabitə olmuş oldu. Bunu mütləq sigma pi'sinə diqqət edin. Bəzən sigma deyər, bəzən pi deyər. Heç bir adını çəkmirsə sigma pi bərabər götürürsünüz. Yəni sonra bunu 6 yazdıq. Y maddəsinin elementar halqasında hibrid orbitalların sayını. Aha. Burada da görürsünüz ki, karbonun ikisi sp3'dür. Bu olar sp3'dür. Bu karbonlar isə sp2'dir. 2 qat rabitəyə bağlıdır deyə. Deməli 2 sp3'dən 2 sp2'ni toplasanız, deməli 2 vurulsun 4, üstə gəlsə 2 vurulsun 3, 8, 6, bu da eləyəcək cavab 14. Belə. Keçdik növbəti 14-cü suala. Deməli, 14-cü sualda bizdən nə istəyir? Baxaq görək. Bir xlorbutan maddəmizi qeyd edək. Bir xlorbutanımızı necə yazarıq əvvəlcə? 4 karbonumuzu qoyaq. Birə də xlor qoyaq. Bu şəkildə bir xlorbutanımız olmuş oldu. Aha. Bir xlorbutan. Üzərinə kalium hidroksid spirtdə məhlulu gəldik. Deməli, burada alınacaq alken. Buten 1 alındı. Üzərinə 1 mol xlor qazı gəlsə, 2 qat rabitəmiz qırılır. Deməli, bu hissələrə xlor düşəcək. Aha. Bu da belə maddəmiz. 1,2 dixlor butan. X maddəsinin səmərəli adını istəyir deməli bizdən. X maddəsi nə idi? Yuxarıdakı maddəmizdir. Bu maddənin deməli səmərəli adı necə tapırdıq? Bu hissəni baxın, belə dairəyə alırsınız. 2 qat rabitə olan karbonları dairəyə alırsınız. Bura etilen kimi, etilenin törəməsi kimi baxırsınız. Alkenləri yəni səmərəli adlandıranda. Radikalın adını deyirsiniz etil. Deməli, etil-etilen. Radikalın adını deyirsiniz əvvəlcə etil. Sonra da etilen sözünü əlavə edirsiniz. Bu şəkildə səmərəli adlandırırsınız. Y maddəsinin beynəlxalq adını dediyi üçün bayaq sizə qeyd etdim. 1,2 dixlor, deməli, butan. Belə. Növbəti keçirik 15-ci suala. 15-ci sualda da metandır. Metan 1500 dərəcə Selsidə parçalananda asetilin verir yenə bizə. Asetilinin üzərinə asetilin gələndə vinil asetilin verir. Vinil asetilinimizi də açıq şəkildə yazaq. Bir tərəfimiz bilirsiniz ki, vinil idi. Asetilin idi. Bir tərəfimizdə vinil qrupbası idi. Aha. Bir dəqiqə həmişə karbonlara diqqət edin, hidrogenlərə diqqət edin, düz yazın. Bəzən unuduruq, çünki hidrogenlər yazmaz. Siz də burada diqqətli olun. Burada hibrid orbitalların sayını. Aha, üzərinə bir də H xlor gələndə, əvvəlcə çox 2 qat rabitə olan hissəyə birləşdirin. Bunu belə yazsaq. İndi bu tərəfə mən birləşdirəcəm ona görə. Yenə Markovnikov qayda CH2, C xlor, CH, CH2. Aha. Nədir? Y molekulundakı hibrid orbitalların sayı. Y-imiz vinil asidindəki hibrid orbitalları bizdən istəyir. Bu karbonların ikisi nədədir? sp-də. Bu karbonların ikisi nədədir? sp2. Deməli, biz nə edəcəyik? 2 sp ilə, deməli, 2 sp2-ni toplasanız, 2 vur 2 üstə gəl, 2 vur 3, 4, 6. Burada deməli, neçə eləyəcək? 10. Deməli, Y molekulunda hibrid orbitalların sayı oldu. Deməli, 10. Sonra, deyir ki, Z maddəsinin polimerləşmə reaksiyasının tənliyini yazın. Aha.
Burada da zetin polimerini yazmalıyıq biz. Polimer deyəndə nə edəcək? İkiqat rabitəni yenə orta hissəyə keçirdəcəksiniz. Deməli, polimerləşdirsək, CH2, C xlor, deməli, CH, CH2. Aha, bu şəkildə alındı maddəmiz. Sonra keçək növbəti 16-cı suala. 16-cı suala baxsaq, glukoza verilib qıcqırmaya. Bu reaksiya da məşhur reaksiyalardan biridir. Bunu yəni mütləq bilməlisin, çünki hər yerdə düşür. Baxın, iki məhsul varsa, bilin ki, burada bu etil spirtidir və karbon qazı. Düzdür, hansının X, hansı Y olduğunu hal-hazırda bilmirik. Yazıram sadəcə. Aşağıda 2 mol Z alınır. Bu %100, yəni süd turşusudur. Süd turşunuzda həm hidroksil qrupu var, həm də turşu qrupu var. Belə yadınızda saxlayın. Sonra aşağıdakı maddənin birini verib ki, T, bir də 2 mol Y. Burada tək olan süd turşusu, yağ turşusu olacaq. CH3, CH2, CH2, COH bu yağ turşusudur. 2 mol hidrogen qazı, bu da Y-də karbon qazı olur. Onda burada da tapmış olaq ki, Y karbon qazı, X etil spirtidir. Burada TX maddələr arasında baş verən reaksiyanın tənini yazın. T hansı idi? T deməli bizim yağ turşumuzdur. Onu mən indi bir yerə yığıb yazsam. C3H7COH yağ turşusu üzərinə deməli X gəlib. X də etil spirtidir. Burada mürəkkəb efiri alınacaq deməli. Yağ turşusunun mürəkkəb efiri. Və su. Suyu da unutmayaq burada. Yazdıq tənniyi. Sonra istəyir bizdən Z molekulundakı polymer kovalent rabitələrin sayı. Z maddəsini mən açıq şəkildə yazsam, aşağıdan da daha rahat yerdən yazmaq istəyirəm. CH3, CHOH, COOH. İndi bu maddədəki nə istəyir bizdən? Polymer kovalentləri. Baxın, karbon H arasındakı rabitələr əvvəlcə baxsanız, karbon H arası polyar 4-dür. Sonra oksigen H-ları hesablasanız 2-dir. Sonra bir də karbon-oksigen arası rabitəni hesablasanız, bu da 4 yazacağıq. 4, 4, 2, 6, 4. Burada eləcək cavab 10. Belə. 16-da cavab belə. Keçək 17-ci sualla. 17-ci sualda deməli verilib bizə tolol. Tolol oksidləşəndə tololumuz nə idi? Tololumuz bilirsiniz ki, metil benzoldur. Oksidləşəndə bilirdik ki, bu hissə, metil hissəsi çevrilir, karboksil qrupuna alınır benzoid turşusu. X-in deməli formulunu yazdıq. İndi quruluş formulu dediyi üçün formul şəklində yazsaq C6H5COOH benzoid turşusu. Üzərinə natrium hidroksid gələndə alınır benzoid turşusunun deməli natrium duzu. İndi deyir ki, X maddəsinin quruluş formulunu yazdıq. Y maddəsi mürəkkəb maddələrin hansı sifinə aiddir? Y maddəsinə dedik benzoid turşusunun natrium duzu olduğu üçün duz qrupuna deməli aid olmuş olur. Növbəti keçək 18-ci suala. Sonra 18-ci suala gələk. Propanol 2 verilib, üzərinə mis 2 oksid gəlmişik. Propanol 2, qeyd edək bunu, maddəmizi. Üzərinə mis 2 oksid gəldikdən, deməli çevriləcək ikili spirt olduğu üçün ketona. Asetona, aseton üzərinə hidrogen gələndə, bunu yəni bayaqdan o qədər yazdıq. Demək olar ki, 3 sualın 3-ündə də eyni reaksiyadır. Keşke başqa suallarda yazsalar da. Çox təkrar var sanki suallarda. Propanol 2 idi. Risk oksid gəldik. Aseton aldıq. Üzərinə hidrogen gəldik. Yenidən propanol 2-ni aldıq. Və X maddəsinin səmərəli üsulla adını. X maddəsinin səmərəli üsulla adını. Aseton idi. Yəni səmərəli adı da burada olacaq deməli. Aseton deməli tarixən gələn addır. Səmərəli adı da belə adlandırırız ki, radikallar nədir bu? Dimetil. Dimetil keton. Sadə şəkildə deyirik. Dimetil keton. Sonra nə deyir? Y maddəsində ikinci karbon atomunun oksidaşma dərəcəsini yazın. Deməli, karbonlar normalda bilirsiniz ki, məsələn, karbohidrogenlərdə belədir ki, yanındakı hidrogen qədər mənfi oksidaşma dərəcəsi göstərir. Məsələn, CH3 isə -3. Amma məsələn, nə demişdik? Spirtlərdə demişdik ki, hidroksilin birləşdiyi o karbon, məsələn, normalda -1 olmalı deyildi. Oksigenə də 1 elektron verdiyi üçün -1 əvəzinə 0 olur. Çünki birini hidrogenden alınır, birini oksigenə verəndə 0-a düşür. Bu da olur, deməli, -3. İkincini istədiyi üçün 0 olacaq. Sonra növbəti baxaq 19-cu suala.
19-cu sualda kalsium karbid və su. Üzərinə nə alınır? Asetlin və deməli kalsium hidroksid. Asetlin üzərinə asetlin gələndə vinil asetlin verir bizə. Maddəmizi qeyd edək. Aha, bu şəkildə vinil asetlin alındı. Formullarını yazın deyir. Formullarını yazdıq. Daha sonra zetin molekulunda polyar kovalent rabitələrinin sayını. Zetin molekulunda polyar kovalent rabitələrinin sayını. Bu maddədə polyar kovalent dediyi üçün sadəcə karbon H sayını C4H4-dürsə, karbon H sayı olduğu üçün 4 olacaq bu da cavab. Sonra növbəti baxaq 20-ci suala və ən sonuncu suala gəldik artıq. 20-ci sualda propanol deməli 1. Qeyd etsək propanol birimizi. CH3, CH2, CH2OH. Üzərinə H xlor gələndə CH3, CH2, CH2 xlor əmələ gəlir. Üzərinə natrium hidroksidin spirtdə məhlulu gələndə deməli bu axırıncı hissəyə deməli 2 qat rabitə qoyacağıq. Alındı deməli propen. Üzərinə də su gələndə bu şəkildə alınır propanol 2. İndi burada nə istəyirdi bizdən? Y molekulunda rabitənin əmələ gəlməsində iştirak edən hibridləşməmiş. Y molekulunda hibridləşməmiş deyəndə, yəni qeyri-hibrid deyir. Qeyri-hibriddə hidrogen sayı üstəgəlsin 2 vur pi rabitədir. Hidrogen sayı Y maddəsində deməli burada 6-dır. Pi rabitədə 1 olduğu üçün 2 vur 1. 6 plus 2, 8 qeyri-hibrid olmuş olur. Z maddəsində beynəlxalq nomenklatura ilə adını istəyir bizdən. Bu da spirtdir. Maddənin adı da propanol 2. Propanol 2. Belə. Aha. Beləliklə artıq ətraflı yazılı cavab tələb olunan tapşırıqları da tamamilə bitirmiş olduq. Ümidvaram ki, bu izahlar sizə aydın olmuşdur. Nəyəsə başa düşmədiyiniz bir hissə olsa mütləq yorum yerinə yazmağı unutmayın. Növbəti hansı mövzunun testlərini işləyək və ya test mövzu izahını verək, onu yorumlarda yazmağı unutmayın. Buraya qədər izlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun.